Salam. Bugün bir kitaba radicə danışacağıq. İran qoşununun Türkiyə Nizami İstilahlar kitabı. Mənim adım Fərzin Əsgəryar Patapa 2026. Bu İranın görünüşü belə olacaq. Məlik Müzəsinin kitabxanasından danışacağıq. Məmməd Şah Qacardan danışacağıq. Sonra kitaba baxacağıq. Ondan sonra da bir nəticə deyəcəyəm. Məlik Kitabxanası və Müzəsi Tehranda Topxana meydanındadır. Bu kitabxana və müzə Hacı Hüseyn Ağa Məlik tərəfindən binövrəsi qoyulub. Hacı Hüseyn Ağa Məlik Təbrizli idi. Çox var dövlətli bir insan idi. Gedər Tehrana, əlaqəsi var imiş kitabları toplaya. Fəqət kitabda da nəqqaşılar toplayıbdı. Kəmalül Mülkün nəqqaşılarından neçəsi vardı onun müzəsində. Xülasə Tehranda yolunuz düşsə Topxana meydanına gözəl yerdir. Bir yarım gününüzü orada keçirdəsiniz. Bu kitabxananın kataloquna baxdığımız zaman bir kitaba rast gəldim mən. Kitabın adı İstilahat-ı Nizamiye İngilisi və Türküdür. Kitabın accession numberı 1393.04 0561 0/004'dür. Medium qismətində yazdığı kimi bu bir sözlükdür, vacinamədir. Vacinaməyə istilahat-ı nizamıdır. Dili də İngilisi türküdür. Tarixi qəməri ilə 1253 olur. Miladi ilə müadili 1837. Rəngi, yəni kağızın rəngi noxudu deyirlər bu kağıza. Əkizlərdə görürsüz. Tolit texniki də dəstimiz əl yazmadır. Bir də ki, fərəngi maşini yazıbdır. Demək ki, maşınla basılmış bəzi yerləri də var. Boyduların deyəndə boyu 26,7 cm, eni 18 cm-dir. Bağışlayanı da benefaktor yazıbdır burada, Hacı Hüseyn Ağa Məlikdir. Bu kitabdan əksdə gördüyünüz kimi bir cildi var. 4 dənə də səhifəsi var web saytın üstündə. İndi bu kitabın nə zaman yazıldığını anlamaq üçün bir baxaq. Bu əkizdə gördüyünüz adam Məmməd Şah Qacardır. Məmməd Şah Qacarın səltənəti 1834-cü ilin oktobrunun 23-də başlayıbdı. 1848-ci ilin septembrının 5-də də bitibdi. O zaman bu kitab Məmməd Şah Qacar zamanında basılıb. Kitabın basılmasını biraz o zamanın tarixi ilə ilgili gərək nəzərdə alaq. Bir cür nəzərdə alaq ki, Qacar İmparatorluğu bir tərəfdən Britaniya ilə qonşudur, çünki Britaniya Hindi əlində saxlayır. O biri tərəfdən Osmanlı ilə qonşudur. Quzey tərəfdən Rusiya ilə qonşudur. Qacar dövləti əvvəl dəfə Rusiya ilə bir savaşa girir. Orada utuzur. O cəryanlarda, o utuzma, o savaşların cəryanında Napoleon gəlir. Qacar dövlətinə kömək təklif eləyir. Amma o təklifin bəndlərindən biri budur ki, Qacar məmaliki məhrusəsində olan bütün Britaniya vətəndaşları ixrac olmalıdır. Napoleonun bu işi görməsi İrana, Rusiyaya qarşı kömək üçün. Fəqət bir müddətdən sonra belə olur ki, Napoleon Rusiya ilə anlaşır. Ona görə bu kömək heç bir zaman əmələn olmayıbdır. Onun müqabilində Britaniya dövləti də gəlir Qacar İmparatorluğuna deyir ki, biz sənə kömək eləyək Rusiyanın qabağında. Amma sən Napoleonla irtibatı kəs. Bunların da qorxuları budur ki, Napoleon gələ İranla anlaşa, sonra İrandan istifadə eləyə Hindistana həmlə eləmək üçün. Qacar dövlətinin Napoleonla da anlaşmasında, Britaniya ilə də anlaşmasında hədəf budur ki, qoşunu modernizə eləsin. Hər ikisindən onu istəyir. Nəhayətində Britaniya kömək eləyir qoşunun modernizə olmasına. Ancaq bir müddətdən sonra Britaniya da Rusiya ilə anlaşır. Ona görə daha yavaş-yavaş bu köməklər azalır. Nəhayətində Britaniya dövləti İranı bir hail məntəqə olaraq istifadə eləmək istəyir. Yəni
Hindistanı qorumaq üçün, əlindəki Hindi qorumaq üçün İranı bir hayli məntəqə işlədir. Buffer zone deyirlər buna akademik mətnlərdə. Və bu əsnadadır ki, bu köməyin əsnadısındadır ki, bu kitab tövlid olubdur. İndi bir-bir baxaq səhifələrinə bu kitabın. Birinci səhifə burada görüldüyü kimidir. Bu səhifəni indi mən bir dəfə yuxarı tərəfini oxuyacağam, sonra aşağı tərəfini oxuyacağam. O biri səhifələrin də bütünün qoymamışam videoda. Fəqət elə tikə-tikə oxuyuram. Ancaq web saytın üstündə olan hər şey oxunacaq. Başlayaq buradan. Birinci səhifənin üst tərəfi. Bu cür deyilir. چون در سنوات سابقه الی تحریر که اول سال 1253 هجری است احکام مشق توپخانه مبارکه به زبان انگلیس داده میشد. İndi mən gərək bunu bir də Türkiyə tərcümə eləyəm, çünki çətin bir yazıdır. Deyir ki, qabaqki illər kimi 1253-cü hicri ilində də mübarəkə topxananın məşqləri əncam verilirdi və bunlar, bu hökmlər, bu dəsturlar ingiliscə verilirdi. Sonra belə idamə verir. Və mani əlfaz məzbur bər əksər əhl nizam məlum nəbud. Və orada işlədilən ləfzlərin mənisi qoşunda olan şəxslərin bir çoxuna bəlli deyildi. Ruzi Əla Həzrət Sepeh Bəstət Qəza Nizam. İndi burada bunu deyim ki, mən buradakı kəlmələrin hamısını oxuya bilmədim. Hamısını, bəzilərini oxuya bildim, mütəvəccüh olmadım. Siz daha yaxşı oxusaz ya da mənisini bilsəz, lütfən mənə də deyin. Deyir ki, bəli, Ruzi Əla Həzrət Sepeh Bəstət Qəza Nizam qədər əhkam şahənşah İslam pənah xəlladəllah mulkəhu və əbəddə əyyaməhü və əbəddə əyyamə səltənətəhu və tubçiyan xasse hökmü məşq fərmudənd. Yəni, demək istədiyi budur. Günlərin bir günündə şah topçulara məşq eləyin dedi. Sərkərdigan və müəllimin və tubçiyan be huzur Bahirun Nur məşğul məşq şudənd. Sərkərdələr, müəllimlər və topçular şahın huzurunda məşğul oldular. Hər یک به اختلاف زبان و لفظی محمل احکام məşq را fərman میدادند. Hər biri fərqli dillərlə və ləfzlərlə və mühməl ləfzlərlə məşqin dəsturlarını verirdilər. Ki nə müəllim ra idrak fəhmən bud, nə müəllim bunu başa düşürdü və nə mütəəllim ra az istimayan əlfazı biməni fayda hasıl. Eşidənin də o mənasız ləfzləri eşitməkdən bir faydası olmurdu. Lihaza, onun üçün به عالیجاه تاج صاحب منصب توپخانه دولت علیه انگلیس حکم محکم şərəf sudur yaf. Burada tac sahibin nə olduğunu bilmirəm. Bu cür mütəvəccüh oldum ki, İngilis İlliyə dövlətinin topxanasının sahib mənsəbinə möhkəm bir dəstur verilibdir. Şah bunu dəstur verir. Məhəmməd Şah ehtimalən. که احکام مشق نظام توپخانه مبارکه را از زبان انگلیسی به ترکی نقل نمایند. Axaq görə hardadır bu? Bunu görsədim. Hökmü möhkəm şərəfi sudur yaf. Burada deyir ki, احکام نظام توپخانه مبارکه را از زبان انگلیسی به ترکی نقل نماید. Deyir ki, dəsturları İngilisidən Türkiyə çevirin. Sonra da deyir, ta به جهت آسانی تعلیم و تعلم به فهم اهالی توپخانه نزدیک باشد. Topxana əhalisinin dilinə yoxun olsun ki, öyrətmə və öyrənmə rahatlasın. Və bəd az tərcümə basmə şudu. Ve cəmi məmalək məhrusə firistən. Bir də deyir ki, tərcümələrindən sonra basılsın
və məmalik-i məhrusənin hamısına yollansın. Məmalik-i məhrusə haradır? Qacar dövlətinin hökmünün altında olan torpaqlardır. Ki, sərkərdigan və müəlliman بدون سهو و خطا الفاظ مزبور و دقایق معانی آن را به عامه و خاصه توپچیان və taplanan biyamuzən. Yollansın, bunlar tərcümə olsun, basılsın, yollansın. Ki, niyə? Sərkərdələr və müəllimlər səhvisiz və xətasız bu ləfzləri dəqiq məniləri ilə umuma və müşəxxəsən topçulara və taplanan yazıb. Burada bir dənə taplanan adlı bir kəlmə var. Bilmirəm, mən bunu taplanan oxudum. Mütəvəccüh olmadım nə mənədir. Biyamuzənd. Topçulara öyrədilsin. Və hifz konənd. Və yadlarında saxlasın, hifz eləsinlər, qərələsinlər. Və hər ki در آموختن مشق تهاون ورزد و هر که در آموختن مشق تهاون ورزد məşqi öyrənməkdə kimsə kahallıq eləsə və ya bğeyri zəbanı türki hökm dəhənd ya da türküdən savay ayrı dilinə hökm verələr mورد مؤاخذه شاهنشاهی və sıxxət sultani xahət gərdi. Yəni, şahın müaxizəsinə və sultani qəzəbə məruz qalacaq. Birinci səhifənin aşağısı. Bir cür idamə verir. قانون احکام نظام توپخانه مبارکه مشتمل است بر اسامی و فرامین. Mübarəkət topxana qoşununun hökmlərinin qanunu adlara və fərmanlara ayrılır. Sonra deyir və amma fəramin munqasim bi sə qism mi şəvəd. Fərmanlar da 3 yerə ayrılır. Fərman-ı əvvəl